vaxtınız xeyir əziz dostlar. Bu videoda mən birinci hissə Güvən test bankından düzxətti bərabər təcilli hərəkət mövzusunun C variantının testlərinin izahını verəcəm. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Birinci testdə deyilir. Sürətinin proyeksiyasının zamandan asılılığı aşağıdakı kimi olan maddi nöqtələrdən hansı dayanana qədər daha çox yol gedər? Əziz dostlar, biz bu testin həll eləməkdən ötürü ən birinci bilməliyik ki, cisim dayandığı anda nəyi sıfıra bərabər olur? Biz bilirik ki, cismin dayandığı anda həmişə son sürəti sıfıra bərabər. Yəni, deyək ki, V0, Vx bərabər nədir? 0. Bəs dayanana qədər getdiyi yol nədir? Dayanana qədər getdiyi yol S bərabərdir. A, T kvadrat bölünsün 2'dir. Bu düsturdan belə nəticəyə gəlmək olar ki, dayanana qədər getdiyi yol dayanmasına, yəni dayanana qədər sərf olunan zamanla necə asıldır? Düz kvadrat qalsın. Yəni, zaman nə qədər, dayanmasına sərf olunan zaman nə qədər böyük olarsa, dayanana qədər bir o qədər nədir? Çox yol gedəcək. Yaxşı, gəlin biz dayanana qədər sərf olunan zamanı tapaq. Məsələn, A variantında tapsaq, fikir verin əziz dostlar. A variantında diqqətlə baxsaq, bunun yerinə biz 0 qoysaq, deyək ki, A variantında 20 minus T bərabərdir 0-a, onda T bərabərdir 20 saniyə olacaq. Yəni, eyni şeyi B variantı üçün deyək. B variantında yerinə 0 qoysaq, 20 minus 4T bərabərdir 0-a, onda T bərabərdir 5 saniyə olacaq. C variantında, onu da buradan yazaq. Diqqətlə baxsaq, 0 qoysaq, 2T minus 20 bərabərdir 0-a, T bərabərdir 10 saniyə. Və D variantında yazsaq, D variantı 0 qoysaq, 5T minus 20 bərabər 0-a, T bərabərdir 4 saniyə. Y variantında isə, əziz dostlar, 0 qoysaq, 10T minus 20 bərabər 0, T bərabərdir deyək, neçə saniyə olacaq? 2 saniyə olacaq. Biraz öncə nə dedik? Dayanmasına sərf olunan zaman böyük olduqca nədir? Dayanması daha böyük, dayanana qədər daha böyük yol gedəcək. Baxın, ən böyük zaman bizdə hardadır? A variantındadır. Deməli, dayanmasına sərf olunan zaman da nədir? Ən böyük olan variant elə A variantı olacaq. Yəni, dayanana qədər daha böyük yol gedən cisim ancaq A variantındadır. Yaxşı, bəs ikinci testdə nə deyir? Sürətinin proyeksiyası zamandan asıllıq qrafikinə əsasən cismin 5 saniyə ərzində yer dəyişməsini tapın. Əziz dostlar, biz bilirik ki, cismin yer dəyişməsinin və yaxud da gedilən yolu həmişə sürətin proyeksiyasının zamandan asıllığında grafikin altında yaranan fiqurun nə idi? Sahəsi. Amma yer dəyişmədə biraz diqqətli olmaq lazım. Yer dəyişmədə əgər biz mənfi verilibsə mənfisi ilə, müsbət verilibsə müsbəti ilə, yolda isə mənfi verilibsə müsbətə. Yəni, çünki yol müsbət skalyar fiziki cəmiyyət. Burada yer dəyişməni soruşduğuna görə, gəlin fiqurların sahəsini hesablayın. Məsələn, birincinin sahəsini hesablasaq, buranın sahəsini. Deyək ki, ora nə olsun? S1 deyək. 2 saniyədə getdiyi yola S1 deyək. Düzbucaqlı üçbucaqdır. Diqqətlə baxsaq, bu düzbucaqlı üçbucağın nəyini hesablamaq? Sahəsini. Vurulsun 2, vurulsun neçə? 4. Əlbəttə, mənfi 4. Burada bu 2'lər getdi, bizə qaldı mənfi 4 metr. Deməli, ilk 2 saniyədə mənfi 4 metr yol gedəcək. Bəs ikinci hissədə, yəni 2 ilə 5 saniyə aralığında bu cismin getdiyi yol nə qədər olacaq? Onu hesablayaq. Hesablasaq, burada deyək S2 olsun. Yenə eyni qaydada 2-də 1. Baxın, bu fiqurun nəyini hesablamaq lazımdır? Sahəsini hesablamaq lazımdır. Hesablasaq, 2-də 1 vurulsun 3, yəni bura neçədir? 2-dən 5'ə 3 olacaq. Vurulsun 1-də 6. Bunlar getdi 9 metrdə burada olacaq. Yaxşı, bəs ümumi yer dəyişməsi nə qədər olacaq? S bərabər S1 plus S2 cəmi qədər. S1'imiz neçədir? Mənfi 4 metr plus o birisi nə qədərdir? 9 metr. Cəmi nə qədər elədi? 5 metr. Deməli, bu cisim 5 saniyədə elə 5 metr yer dəyişmə icra edib. Doğru cavab hansı variant oldu? C variantı. Üçüncü testdə deyilir, sürətinin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən cismin 3 saniyə ərzində getdiyi yolu tapın.
Əlbəttə ki, yenə də yol deyir. Təbii ki, yoldur, yer dəyişmədir. Sürətin proyeksiyasının zamanın asılı qrafikin altında yaranan fiqurun sahəsidir. Birinci hissədə biz fiqurun sahəsini hesablasaq, baxırıq bu fiqurun sahəsini hesablayacağıq. İkincidə isə bu fiqurun sahəsini hesablayacağıq. Yuxarı hissədə, yəni 2 saniyədə cismin getdiyi yola biz deyək olsun S1. S1 bərabərdir 2-də 1. Düzbucaqlı üçbucaq olduğuna görə vurulsun. Neçə? 2 vurulsun 20. Deməli, neçə metr yol gedib? 20 metr. Bəs ikinci hissədə nə qədər yol gedəcək? Yenə düzbucaqlı üçbucaqdır. 2-də 1 vurulsun. 1 vurulsun neçə? 10. O da bərabərdir. Bu da 5 metr. Onda bu cismin ümumi getdiyi yol bu 5 metrlə bu 20 metrin nə ilə bərabərdir? Cəmli. Onda yəni S bərabər nə qədər olacaq? S1 plus S2 qədər. S1 5'dir, S2 neçədir? 20'dir və yaxud da tam əksinə. Ümumilikdə bu cisim 3 saniyə ərzində 25 metr yol getmiş olacaq. Doğru cavab hansı variantı oldu? D variantı. Dördüncü testdə deyilir. Başlanğıc koordinatı x0 bərabər 17 metr olan cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 10-cu saniyənin sonunda cismin koordinatını həll edin. Əziz dostlar, bu tipli testləri həll eləməyin çoxlu sayda üsulları var. Amma mən çox istərdim ki, bu tipli testlər koordinat oxu üzərində aparılsın. Yəni, bir x oxu çəkilsin və o x oxunun üzərində cisim başlanğıc koordinatı qeyd olunaraq x ox istiqaməti və yaxud da x ox əksi istiqaməti nə qədər getdiyini göstərməklə iki cisim arasında və yaxud da arasındakı məsafə və yaxud da cismin 10 saniyədən sonraki koordinatını təyin edə bilərik. Baxın əziz dostlar, normalda biz bunu düsturla da gedə bilərik, amma burada bir balaca nəyə diqqət eləmək lazımdır? 6-cı saniyənin sonunda cisim istiqamətini dəyişir. Yəni bu nöqtədə istiqamətini dəyişdiyinə görə bir balaca diqqətli olmaq lazım. Yaxşı, diqqətlə baxsaq əziz dostlar, cismin getdiyi yol fiqurun nə idi? Sahəsi idi. Fikir verin. Bu hissədə sahəsini tapacağıq, bir də bu hissədə. Yəni ilk 6 saniyədə getdiyi yol və 6-10 saniyə aralığında getdiyi yolları bilmək lazım. Baxırıq əziz dostlar. Deməli, bu bizim x oxumuz. Bura deyək ki, 0 nöqtəsi olsun. Əvvəlcə cismin, yəni başlanğıc koordinatı neçədir? 17-dir. Burada özü verib, 17-də durub. Diqqətlə baxsaq, görəsən 6 saniyə ərzində cisim necə hərəkət edir? Baxırıq x oxunun əksi istiqamətinə. X oxunun əksi istiqamət, bəs nə qədər yol gedib? Bax, birinci halda nə qədər yol gedib? Fiqurun sahəsini hesablasaq, deyək, S1 bərabərdir. Nə qədər olsun? 2-də 1 vurulsun 6 vurulsun 6 bərabərdir 18 metr. Deməli, bu cisim 18 metr yol getdi, amma x oxunun əksi istiqaməti. Nə olacaq? Cavab -1 də olacaq. Yəni, bu hissəni, bax, bura qədər gedəcək. Yəni, bu bizim ilk 6 saniyədə cismin getdiyi yol. 17-dən neçəyə gəldi? 18 metr gedərək -1 koordinatına. İndi, amma burada artıq dayanmır. Təzədən bir də x oxun istiqamətinə yeyinləşən hissə isə buradır. Gəlin, burada S2 deyək. Görəsən nə qədər yol gedib? 2-də 1 vurulsun 4 vurulsun 4 bərabərdir. 2-də 1-i 4 neçədir? 16 2-yə də bölsəm mənə verəcək 8 metr. Diqqətlə baxın. -1-dən 8 metr gəlirəm. -1-dən 8 metr gəlsəm, hara düşəcək? 7-yə. Yəni, buralara bir yerə düşəcək. Yəni, indi də x ox istiqaməti yeyinləşən hərəkət edərək 10-cu saniyənin sonunda son koordinatım neçə olacaq? 7 olacaq. Doğru cavab hansı variantı oldu? A variantı. 5-ci testdə deyilir. Sürətinin proyeksiyası zamandan asılılığı şəkildəki kimi olan cisim 20 saniyə ərzində 200 metr yol gedir. Cismin başlanğıc sürətini hesablayın. Əziz dostlar, həmişə sürətin zamandan asılılığı verilibsə, çalışın sahə ilə gedin. Sahə ilə getsək bizim hər şeyimiz alınacaq. Baxın əziz dostlar. Bir trapesiya formasında, gəlin bunun sahəsini göstərək. Baxın, belə bir, deyək ki, fiqurdur. Baxın, nəyə oxşuyur? Trapesiya. Trapesiyanın da sahəsini tapmaqdan ötürü demişdik ki, otacaqların cəmi. Bir otacağı budur. Digər otacağı isə budur. Hündürlüyü isə nədir? Bu qədərdir. Mən nə edəcəm? Getdiyi yolunda 200 bərabərdir. Başlanğıc, deyək ki, balaca otacağı V0 bölünsün 4 plus böyük otacağı neçədir? V0 bölünsün
Məxrəcdə 2 vurulsun. T'miz də neçədir? Bax, buradır. Təbii ki, hündürlüyümüz də neçə olacaq? 20. Yazırıq 20. Bundan bu getdi ixtisar. Bunun da bir sıfırı getdi. Bizə qalacaq 4'də 1 V0'ın üstünə V0 gəlsəm 4'də 5 V0 bərabərdir. Neçəyə? Əlbəttə ki, biz deyə bilərik 20'yə. Onda V0 bərabərdir. 20 vurulsun 4 bölünsün 5'ə. 20'ni 4'ə vursam 80, 5'ə bölsəm 16. 16 metr bölünsün nə? Saniyə olacaq. Doğru cavab hansı variant? B variantı. Növbəti testimiz 6-cı testdir. Düz xəttdə hərəkət edən cismin sürətinin modulunun zamandan asılılıq qrafiki verilmişdir. 5 saniyə ərzində getdiyi yol 50 metr olarsa bu cismin 5-ci saniyənin sonundakı sürətini tapın. Baxın yenə 5-ci saniyənin sonundakı sürəti. Bizə V-nin T-dən asılılıq qrafiki verilibsə, sahə düsturu ilə getmək daha məntiqlidir. Fikir verin əziz dostlar. Yəni sahə ilə getmək daha məntiqlidir. Buranın sahəsini tapsaq, sahəsi də bilirik ki, nəyi verir? S-i verir. Buna biz nə yazacağıq? S bərabərdir. Ya da birbaşa yerinə qoyaq. S-imiz nə qədər gedib? 50. 50 bərabərdir. Baxıram, 2'də 1, 2'də 1, vurulsun V, bir otacağı V'dir. Vurulsun digər otacağı neçədir? 5'dir. Onda bizə nə qalacaq? 5 V bərabərdir 100'ə. Onda V nə qədər olacaq? 20 metr bölünsün saniyə. Deməli, cismin son sürəti 20 metr bölünsün saniyə olacaq. Yaxşı, 7-ci testdə deyilir. Sünnət vəziyyətindən düz xəttdə bərabər təcilli hərəkətə başlayan cisim ilk 5 saniyədə 40 metr yol gedir. 5-ci saniyənin sonunda bu cismin sürətini hesablayın. Baxın, sünnət vəziyyətindən deyirsə V0 nəyə bərabərdir? 0'a. Yəni cismin başlanğıc sürəti yoxdur. 5 saniyədə 40 metr yol gedib. 5-ci saniyənin sonundakı nəyi? Bu cismin sürətini hesablayın. Yenə eyni qaydada bizim sahə düsturu lazımdır. Düsturumuz necə idi? V plus V0 bölünsün 2 vurulsun T deyil. Başlanğıc sürət 0'dır. Bizə yekun düstur necə olacaq? S bərabərdir. V vurulsun T bölünsün 2. Bizdən də V'ni soruşur. V bərabərdir. 2S bölünsün nə? T olacaq. Yerinə qoyaq. 2 vurulsun S'imiz 40'dır. Bölünsün T'miz də 5'dir. 2'ni 40'a vursam 80. Bölünsün 5. 85'e bölsəm neçə qalacaq? 16 metr bölünsün saniyə. Yəni doğru cavab hansı variant oldu? D variantı. 8-ci testdə deyilir. Düz xəttə hərəkət edən cismin sürətin proyeksiyon zamandan asılılığı Vx bərabər 4T şəklindədir. İlk 8 saniyə ərzində cismin getdiyi yolu hesablayın. Əziz dostlar, buradan tənlikdən görünür ki, cismin başlanğıc sürət nəyə bərabərdir? 0'a bərabərdir. Belə deyilmi? İndi cismin başlanğıc sürəti 0'dırsa son sürətini biz tapa bilərik. Son sürəti neçə? 4 vurulsun. T'ni də biz 8 götürsək, 8. 4'ü 8'ə vursam 32 metr bölünsün saniyə. Son sürəti bildik. Əla. Bizdən nəyi soruşur? Getdiyi yol. Bizim də getdiyi yolun düsturunu bilirik. Nə idi? V plus V0 bölünsün 2 vurulsun nə? T. Yaxşı, burada başlanğıc sürət 0'dır. Onda yekunda bizim düsturumuz qalacaq. S bərabərdir. V vurulsun T bölünsün 2. Onda S bərabərdir. V'miz nə qədərdir? 32 vurulsun. T'miz nə qədərdir? 8 bölünsün 2. Bundan bu ixtisar getdi. 32'ni 4'ə vursam təbii ki neçə olacaq? 128 metr. Doğru cavab hansı variant oldu? G variantı. 9-cu testdə deyilir. Düz xəttli hərəkət edən iki cisimdən birincisinin koordinatı x, ikincisinin isə sürətinin proyeksiyasının Vx zamandan asılılıq qrafiki verilmişdir. 5-ci saniyənin sonunda cisimlər arasındakı məsafəni hesablayın. Əziz dostlar, bu cisimlər burada diqqətlə baxsaq eyni başlanğıc koordinatları nədir? Eynidir. Cisimlər eyni koordinatdan hərəkət edib. Yaxşı, eyni koordinatdan hərəkət edibsə, birinci cisim x oxunun əksi istiqamətinə hərəkət. Yəni Vx 0'dan nədir? Kiçikdir. Amma ikinci cisim x oxu istiqamətinə hərəkət elədiyinə görə Vx 0'dan nədir? Böyükdür. Yaxşı olardı ki, bir dənə bir deyək x oxu göstərək. Bura bir nöqtə deyək. Deyək ki, bir nöqtə olsun.
Bu nöqtədən birinci cisim, bir cisim, deyək ki, x oxunun əksi istiqaməti bu birinci cisimdir. İkinci cisim isə x ox istiqamətində hərəkət edir. Baxaq, birinci cisim koordinatını biz bilirik. Başlanğıc koordinatı neçədir? 30'dur. Onda ikinci cismində başlanğıc koordinatı neçə olmuş olacaq? 30. Çünki sonunda, məsələn, şərtinin sonunda deyir ki, başlanğıc koordinatları eynidir. Bu 30 olacaq burada. İndi görəsən birinci cisim 30 koordinatından neçəyə gəldi? Bax 30'dan gəldi 10'a. 30'dan 10'a gəlirsə, fikir verin burada olacaq. 10 buradadır. Bəs ikinci cisim getdiyi yol 30'dan görürsən nə qədər yol gedib x ox istiqamətində. Sahəsini hesablasaq, onda s bərabərdir 2'də 1 vurulsun 5 vurulsun neçə olacaq? 10 olacaq. Daha doğrusu 20 olacaq. Burada bunlar ixtisar getdi. Bu da 50 metr gəldi. Baxın 30'dan neçəyə gəldi? 50 metr. Daha doğrusu diqqətlə baxaq. 50 metr gəlirsə artıq da bunun son koordinatı neçə olacaq? 30'dan 50 metr gəlirəmsə 80 olacaq. İndi baxırıq. Bizdən deyir ki, bu ikisi arasındakı məsafə 10'la, yəni birinci cisim son koordinatı 10'dur. İkinci cisim isə son koordinatı 10 neçədir? 80'dir. Bu ikisi arasındakı məsafə əlbəttə ki, necə olacaq? Bax, bu ikisi arasındakı məsafə olacaq neçə metr? 70 metr olacaq. Doğru cavab hansı variant olacaq? C variantı. 10-cu testdə deyilir. Cismin hərəkət tənliyi x bərabərdir 10 plus 8 t minus t kvadratı şəklindədir. Hərəkət istiqamətini dəyişəndən 3 saniyə sonra bu cisim neçə metr yol gedir? Baxın, burada bir söz var. Hərəkət istiqamətini dəyişdikdən sonra. Biz bilirik ki, cisim hərəkət istiqamətinin dəyişməsi üçün mütləq dəyişdiyi andakı sürəti nəyə bərabər olmalıdır? 0. Yəni, v bərabərdir 0. Qəşəng. Bunu bildik. Bilirik ki, düzxətli hərəkətdə v-nin 0 olması elə v0'ın da nədir? 0 olması deməkdir. Elə deyil. Onda fikir verin. Bu 0, bu 0, bir dənə bizə hansı hissə qaldı? T kvadrat hissəsi qaldı. Bunda bizə nə qalacaq? S bərabərdir. İstiqamətini dəyişdikdən sonra getdiyi hissə nə olacaq? Sadəcə və sadəcə T kvadrat olacaq. Bəs T-ni neçə verib? Neçə saniyədən sonra dayanır? Neçə saniyə deyir hərəkət edir və bu hərəkət zamanı getdiyi yol nə qədər olacaq onu soruşur. T-nin yerinə 3 qoysaq, 3'ün kvadratı eləyəcək neçə? 9 metr. Deməli, bu cisim istiqamətini dəyişdikdən sonra 9 metr yol gedəcək. Doğru cavab hansı variant olacaq? C variantı. Hə, deyəcəksiniz müəllim, bəs bunu necə tapdınız? Nəyə əsasən dediniz? Gəlin bir dənə qrafik göstərək. Baxın, bu deyək ki, nəyin? Sürətin nədən asıllığı? Sürətin 0 deyək. Sürətin proyeksiyasının zamandan asıllığı deyək. Baxırıq, əziz dostlar. Qrafikdən diqqətlə baxsaq, x ox istiqamətinə bərabər yavaşdan hərəkət eləmiş olacaq. İndi bizim tənliyi burada yazsaq, x bərabərdir 10 plus 8t minus t kvadratıdır. Yaxşı, bunu tapdıq. Bəs istiqamətin dəyişdiyi anda son sürət 0 olursa, yəni andakı sürət 0 olursa, bundan da sürət qrafik tənliyinə keçsə, vx bərabərdir 8 minus 2t olacaq. Buradan da dəyişdiyi anda və son sürət 0 olduğuna görə t bərabər neçə olacaq? 4 saniyə olacaq. 4 saniyənin sonunda, 4-cü saniyənin sonunda bu cisim istiqamətini dəyişir. Yəni, yavaşdan hərəkət edir, bax, belə olacaq. Yaxşı, qrafikimiz belədir. Aha. Bəs istiqamətin dəyişdikdən 3 saniyə sonra neçə olacaq? 4-cü saniyə sonunda dəyişdiyinə görə, 3 saniyə sonra dediyinə görə bura neçə olacaq? 7 olacaq. Bəs dəyişdikdən sonraki sürəti nə qədər olacaq? V bərabər normalda neçə, nə idi düsturumuz? AT deyildi. A'mızı bilirik. V bərabər A'mız neçədir? T'nin kvadratıda. T'nin üstünün qarşısına vurduq 2'dir. Və neçə saniyə dedi? 3 bərabər neçə eləyəcək? 6. Baxın, burada neçə oldu? 6. İndi gəlirik. Nə etmək lazımdır? Əlbəttə ki, yol deyiriksə ağlımıza ilk gələn nə olmalıdır? Sahə. Bu sahəni biz hesablamalıyıq. Baxaq, bu sahəni hesablasaq nə qədər verəcək?
Hesablayaq, görəsən nə qədər verdi. Onda S bərabərdir 2-də 1. Vurulsun 4-dən 7-yə 3. Vurulsun neçə? 6. Bundan bu ixtisar getdi. Bizə cəmi neçə metr qaldı? 9 metr. Baxın, bu formada da getmək olar. 11-ci testdə deyilir, cismin hərəkət tənliyi x bərabərdir t kvadrat minus 8t plus 6 şəklindədir. Cismin dayandığı andakı koordinatını tapın. Yenə burada açar sözümüz var. Dayanma sözü. Dayandığı sözün gördüksə bizim hansı sürətimiz əlbəttə sıfıra bərabərdir? Son sürətimizin proyeksiyası sıfıra bərabər. Bəs bu tənlikdən, baxın bu tənlikdən sürətə gəlmək üçün nə etmək lazım? Törəm almaq lazım. Törəm alaq. Onda Vx bərabərdir. T'nin kvadrat neçə t eləyəcək? 2t minus 8t'nin törəməsi 8. 6'ın da törəməsi 0. Bəs Vx'in də yerinə biz 0 qoyub görəsən neçə saniyədən sonra dayandığını tapırıq. 2t minus 4 8 bərabərdir. Deyək ki neçə? 0'a. Buradan t bərabərdir 4 saniyə tapdıq. Qəşəng. Deməli 4-cü saniyənin sonunda bu cisim dayanacaq. Bəs dayandığı andakı koordinat deyirsə, aldığımız 4'ü gətirib burada yerinə qoysa, x bərabərdir. T'nin kvadratı, yəni 4'ün kvadratı neçə eləyəcək? 16. Birbaşa yazdı. Minus 8 vurulsun 4. Plus neçə? 6. Deməli 22 plus mənfi, bir də minusdan yazaq, zaten minus verib. 32. 22'dən 32 çıxsam mənə nə qədər qalacaq? Mənfi 10 metr. Deməli dayandığı yerin koordinatı neçə olacaq? Mənfi 10. Doğru cavab C variantı. Növbəti testimiz 12-ci testdir. Düzxətti bərabər təcili hərəkət edən maşının başlanğıc sürəti 10 metr bölünsün saniyədir. Bu maşının 500 metr yolda sürətini 4 dəfə artırması üçün lazım olan zaman müddətini hesablayın. Əziz dostlar, verilənləri yazsa, burada görürük ki, başlanğıc sürət nə qədər verib? 10 verilib. Yazıram. V0 bərabərdir 10 metr bölünsün saniyə. Qəşəng yazdıq. İndi deyək ki, sürətini 4 dəfə artırması üçün sürətimiz 4 dəfə artırsa, ancaq son sürət nə qədər olacaq? 40 metr bölünsün saniyə olacaq. Hə, bizim düsturumuz necə idi? S bərabərdir V plus V0 bölünsün 2 vurulsun nədir? T'dir. Elə deyilmi? Yerinə qoyub hesablama aparsaq, S-imiz 500 metr. 500 bərabərdir. V'miz nə qədərdir? 40. Plus V0'miz neçədir? 10. Bölünsün 2 vurulsun. Neçə saniyə müddətində deyir? Hə, bizə elə T'ni soruşur. Baxaq. Əziz dostlar, 40'ın üstünə 10 gəlsəm 50. 50'ni də buna ixtisar eləsəm, mənə nə qədər qalacaq? 10, 20. T bərabər neçə saniyə olacaq? 20 saniyə. Demək, 20 saniyə müddətində cismin sürəti 500 metr məsafədə 4 dəfə artacaq. 13-cü testdə deyilir, cismin hərəkət tənliyi x bərabər 5 plus 4t minus t kvadratı şəklindədir. Dayanana qədər, yenə burada açar sözümüz var, dayanana qədər dayandığı andakı son sürət nəyə bərabər? 0'a. Cismin getdiyi yolu tapın. Əziz dostlar, getdiyi yol deyəndə həmişə tənliyin hansı hissəsini götürürük? Bu hissəsini. Başlanğıc koordinat bizə nəzərə alınmır, lazım deyil. Gəlin ondan əvvəl görəsən neçə saniyə sonra dayandığını tapa. Bəs sürət 0'dırsa, son sürətin proyeksiyası 0'dırsa, koordinatdan sürətə gəlmək lazım. Gəlmək üçün nə etmək lazımdır? Törəmə almaq lazımdır. 5'in törəməsi zaten 0'dır. 4t'nin törəməsi 4. Minus t kvadratın törəməsi də 2t verəcək. Bunun yerinə 0 qoysaq, onda 4 minus 2t bərabərdir 0'a. Onda t də neçə saniyə olacaq? 2 saniyə olacaq. Deməli, bu cisim 2 saniyədən sonra dayanacaq. Gətirib, düsturda yerinə qoysaq, son koordinatı, yəni dayanana qədər getdiyi yolu tapa bilərik. S bərabərdir. Nə olacaq? 4t minus t kvadratı, o da bərabər. 4 vurulsun 2. Minus t'miz nə qədərdir? 2'dir, kvadratı 4. 8, 4 də çıxsam neçə metr olacaq? 4 metr. Dayanana qədər bu cisim 4 metr yol gedəcək. Növbət testimiz 14-cü testdir. Cismin hərəkət tənliyi x bərabərdir 12 plus 32 t minus t kvadratı şəklindədir. Cismin dayanan andakı koordinatını tapın. Yenə eyni qaydada dayanma məsələsidir. Dayanır sözün görürsə,
Son sürətin proyeksiyası nəyə bərabər dedik? 0-a bərabərdir. Yaxşı, bunu bildik. Bəs tənliyə keçid eləsək Vx-ə, Vx bərabərdir 12-nin törəməsi 0, 32 t-nin törəməsinə verəcək 32 minus 16 t. Onda bunun yerine biz 0 koysak ne olacak? 32 minus 16 t beraberdir neye? 0'a t beraber neçə saniye? 2 saniye olacak. Yaxşı, bunu bildik. Bəs nə etmək lazımdır? Tənlikdə yerinə qoyun. Tənliyimiz necədir? 12 plus 32 t minus 8 t kvadrat. X beraberdir 12 plus 32 vurulsun 2 minus 8 vurulsun. T'nin kvadratı 4 eləyəcək. Bizə nə qədər qaldı? 64 plus 12 minus 32. 64'ün üstünə 12 gəlsəm mənə qalacaq 76. 32 də çıxsam 44. Deməli nə olacaq? Dayandığı yerin koordinatı 44 metr olacaq. Doğru cavab B variantı olur. Cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilib. Birinci aralıkta təcilin proyeksiyası V1x, ikinci aralıkta ise V2x olarsa A1x'in, daha doğrusu A1 deyək, deyir birinci aralıkta A1x'dir, ikinci aralıkta ise A2x olarsa A1x'in A2x'ə nisbətini tapın. Əziz dostlar, əvvəlcə təcilin proyeksiyasının düsturunu yazmaq lazımdır. AX bərabərdir Vx minus V0x bölünsün t'dir. Baxın, birinci hissəni tapaq. Birinci də bilirik ki, başlanan sürət nəyə bərabərdir? V0x bərabərdir 0-a. Bunda birinci üçün yaza bilərikmi? A1x bərabərdir. Yazırıq. A1 nə qədərdir? Son sürətimiz 6. Çıxırıq ondan 0'ı. T'ni də 2 olacaq. Bizə 3 metr bölünsün saniyənin kvadrat qalacaq. Bəs ikinci hissəyə baxırıq. İkinci hissədə hansı sürət 0'dır? Son sürət. Yəni V bərabər nədir? 0'a. Vx bərabər 0. Onda A2x bərabərdir 0 minus başlanğıcı neçədir? 6. Bölünsün T'miz yenə 2 ilə 4 aralığı 2 olacaq. Bu da mənfi 3 olacaq. 3 metr bölünsün saniyənin kvadrat. Bəs nisbətdəsək A1x bölünsün A2x bərabərdir 3 bölünsün mənfi 3. 3'ü mənfi 3'ə bölsəm mənfi 1. Doğru cavab hansı variantı oldu? D variantı. Cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmiştir. Hansı qrafik bu cismin yer dəyişməsinin proyeksiyasının zamandan asıllıq qrafikini ifadə edir? Əziz dostlar, qrafikin hissələrinə baxırıq. Birinci hissədə cisim x oxu istiqamətinə yavaşlayır. Yəni, qrafik t oxuna neynir? Yaxınlaşır. İkinci hissədə x oxunun əksinə yeyinləşəndir. Sürəti t oxundan uzaqlaşır, yəni sürəti artır. Üçüncüsü hissədə isə x oxunun əksinə necə hərəkət edib? Yavaşlayan hərəkət edib. Yaxşı, bunu qrafik şəklində göstərsək, baxın əziz dostlar, nəyi nədən asıllıdır? Sürət yer dəyişmənin proyeksiyasının zamandan asıllığını soruşur bizdən. Sx'in t'dən asıllığı. Birinci hissədə necə hərəkət edir dedi? X ox istiqamətində yavaşlayan. X ox istiqamətində yavaşlayan hərəkətin qrafiki belədir. İkinci hissədə necə hərəkət edir dedi? X oxunun, baxın, deməli T1 müddətinə qədər belə. İkinci hissədə isə, yəni bu hissədə X oxunun əksinə yeyinləşən qrafikimiz belə olacaq. Üçüncüsü hissədə X oxunun əksinə yavaşlayandır. Qrafikimiz necə? Bu formada bir qrafik olacaq. Baxaq görək hansı variantdadır? B variantında. Doğru cavab deməli 16-da B variantı olacaq. Növbəti testimiz 17-ci testdir. Cismin yer dəyişməsinin proyeksiyası zamandan asıllıq qrafiki verilmişdir. Sürətin proyeksiyasının zamandan asıllıq grafikindən hansı bu cismin hərəkətinə uyğundur? Yenə eyni qaydada qrafikin hissələrinə baxırıq. Birinci hissədə cisim x oxunun əksinə yavaşlayan, qrafikin ikinci hissəsində x ox istiqamətinə yeyinləşən, üçüncü hissəsində isə yenə x ox istiqamətinə yavaşlayan hərəkət edib. Gəlib burada qrafiki biz qurmağa çalışsaq, bir dəqiqə. Deməli, nəyi nədən asıllığını soruşur bizdən? Vx'in t'dən asıllığını soruşur. Burada 0 deyək. Birinci hissədə necə hərəkət elədir? X oxunun əksinə yavaşlayan. Qrafikimiz belə olacaq. Deməli, t müddətində belə hərəkət edir.
İkinci hissədə x istiqamətinə yeyinləşən qrafikimiz belə davam edəcək. Üçüncü hissədə isə nədir? Yavaşdan hərəkət edib. Demək qrafikimiz nədir? Bu formada olacaq. Baxaq görək var. Doğru cavab hansı variantı oldu? D variantı. Növbəti testimiz 18-ci testdir. Deyir, t bərabər 0 anında K nöqtəsində olan cismin sürətinin proyeksiyası zamandan asılı qrafiki verilmişdir. 20-ci saniyənin sonunda cisim hansı nöqtədə olar? Əziz dostlar, yenə sahə məsələsinə çıxacaq. Çünki sürətin proyeksiyasının zamandan asılı verilib. Yol məsələləri deyirsə, mütləq nədir? Sahə hesablamalıyıq. Başqa çarəmiz yoxdur. Baxaq, buranın sahəsini biz hesablasaq, görəsən nə qədər olar? Bura deyək, birinci 10 saniyə ərzində getdiyimiz yol. S1 deyək buna, 2 də 1 vurulsun 5, vurulsun nədir? 10 olacaq. Neçə oldu bizə? 25 metr oldu. İndi baxaq, x istiqamətinə yavaşdan hərəkət edib, 25 metr gəldim. Təbii ki, hara gələcəm? 25-ə gələcəm. Burada olacaq. Sonra x oxun əksinə yeyinləşən hərəkət elədim. Yəni buranın sahəsini hesablayacaq bu hissədə. Bəs yeyinləşən hərəkət eləyirəmsə, bax buranın sahəsini hesablasaq görəsən nə qədər x oxun əksinə yeyinləşən hərəkət etmişik. Buna da deyək S2 olsun. 2 də 1 vurulsun neçə? Buradan bura 10 vurulsun neçə? 5. Bunlar getdi 25 metr. Deməli 25 metrdə hara qayıtdım? Geri qayıtdım. Yenə hara düşəcək? 0 nöqtəsinə düşəcək. Yəni 0 deməyək, K nöqtəsinə düşəcək. Doğru cavab hansı variantı oldu? C variantı. Növbəti testimiz 19-cu testdir. Sükunət vəziyyətindən, diqqətlə baxaq əziz dostlar, sükunət vəziyyətindən başlayan sürətimiz nəyə bərabərdir? 0-a bərabərdir. Düz xəttdə hərəkət edən cismin getdiyi yolun zamandan asılı qrafiki verilmişdir. Bir nöqtəsinə uyğun sürəti V1 və 2 nöqtəsinə uyğun gedilən yolun S2 qiymətlərini hesablayın. Əziz dostlar, bu hissədə bizim getdiyi yolu hesablaya bilərik. Amma yaxşı olardı ki, təcili hesablayaq. Təcilimiz S bərabər normalda düsturumuz V0T plus nə idi? AT kvadrat bölünsün 2-dir. Bax, bu hissə üçün biz təcili hesablasaq, burada da nədir? Təcil eyni olacaq. Çünki hərəkət bərabər təcilli hərəkətdir. S-imiz neçədir? 25. Başlayan sürət zaten 0-dır. A vurulsun. T-miz 5-dir. Kvadratı 25. Bölünsün 2. Təcilimiz nə qədər olacaq? 25 ilə bu 25 getdi. A bərabərdir. 2 metr bölünsün. Saniyə nəyi? Kvadrat. Təcili tapdıq. Burada dursun. Bəs sürəti tapsaq necə olacaq? V bərabər başlayan sürət 0 olduğuna görə ya da düsturu yazaq. V0 plus AT-dir. Bu başlayan sürət 0 olduğuna görə bizə qalacaq sadəcə V bərabərdir AT. A-mız 2-dir. T-miz neçədir? 5-dir. Vurdum neçələrdir? 10 metr bölünsün nə? Saniyə. Deməli, baş sürətimiz 10-dur. Bəs bu hissədə gedilən yolu necə hesablaya bilərik? S bərabərdir. Əlbəttə başlayan sürət 0 olduğuna görə AT kvadrat bölünsün 2. AT kvadrat bölünsün 2. O da bərabər. A-mız neçədir? 2-dir. T-miz neçədir? 10-dur kvadratı 100 bölünsün 2. Bunlar getdi ixtisar. Bizə neçə metr qaldı? 100 metr. Deməli, cisim 2 nöqtəsində 100 metr, bir nöqtəsində isə sürəti neçə olacaq? 10 metr bölünsün saniyə. Doğru cavab hansı variantı oldu? Əlbəttə C variantı olacaq. 20-ci testdə görək nə deyir? 20-ci test bəli budur. Deyir, başlanğıc koordinatları eyni olan düz xəttdə hərəkət edən iki cismin sürət proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Hansı qrafik cisimlər arasındakı məsafənin zamandan asılılığını ifadə edir? Əziz dostlar, əvvəlcə burada biz bir şeyə diqqət eləməliyik. Birinci cisim bərabər yeyinləşən hərəkət edir. İkinci cisim isə necə hərəkət edir? Bərabər sürətli. Bunların hər ikisinin başlanğıc sürətlə, yəni sürətləri eynidir. Birinci cisim başlanğıc andakı sürət nədirsə, ikinci cisimin də sürət nədir? Eyni qədər. Birinci cisim üçün biz son koordinatın tənliyini, daha doğrusu gedilən yolun tənliyini yaza bilərik, düsturunu yaza bilərik. S1 deyək buna. S1 bərabərdir V0T plus AT kvadrat bölünsün 2-dir. Bəs ikinci üçünü həmin düsturu necə yaza bilərik? S2 deyək.
V0T olacaq. Bəs cisimlər eyni istiqamətdə hərəkət edirsə, onlar arasındakı məsafəni necə tapırdıq? Eyni istiqamətdə hərəkət etdikdə cisimlər arasındakı məsafəni tapmaqdan ötürü bunların getdikləri yolları bir-birindən nə etmək lazımdır? Çıxmaq. Yəni S1 minus S2 olacaq. Onda S bərabər S1'imiz nə qədərdir? V0T plus AT kvadrat bölünsün 2 minus V0T. İndi burada bunlar var, getdi. Bizə nə qaldı yekunda? S bərabərdir AT kvadrat bölünsün 2. Baxırıq, cisimlər arasındakı məsafənin zamanla asılığı necə asılı olacaq? Əlbəttə düz kvadratik. Doğru cavab hansı variant oldu? B variantı olacaq. Növbət testimiz 21-ci testdir. Başlanğıc sürəti 10 metr bölünsün saniyə olan cismin təcilin proyeksiyasının zamandan asılıq qrafiki verilmişdir. 4-cü saniyənin sonunda cismin sürətini tapın. Əziz dostlar, biz bilirik ki, təcilin zamandan asılıq qrafikində grafikin altında yaranan fiqurun sahəsi sürətin dəyişməsinə bərabərdir. Onda mən bu hissəni geçsəm, bax bu hissədə fiqurun sahəsini tapsam, onda mənə nə qalacaq? Delta V bərabərdir. Nə yazacağım? Fikir verin birinci hissədə. Delta V bərabərdir. AT, yəni A'mız 2'dir, T'miz neçədir? Bu da 2'dir. 4 eləyəcək. Delta V'ni açsaq, V minus, V sıfırımız 10'dur. Bərabərdir 4'ə. Onda V nə qədər olacaq? Yəni bu yerdəki sürətimiz, V demişdik ona, 14 metr bölünsün saniyə olacaq. Bəs bizə desələr ki, buradakı sürət tapa. Yenə indi bu hissədə bizim nəyimizi tapmaq lazımdır? Fiqurumuzun sahəsini tapmaq lazımdır. Yenə eyni düsturla olacaq fiqurun. Çünki delta V demişdik ki, S fiqura bərabərdir. Nə yazacağıq əziz dostlar? Yenə eyni qaydada V minus V eşitlik deyək burada. Buradakı sürətə V eşitlik deyək. V eşitlik minus. Bu hissə üçün başlanğıc rolunu nə oynayır? V olur da. V-ni də 14 tapmışdır. 14 bərabərdir. A'mız neçədir? Mənfi 1. T'miz neçədir? 2 ilə 4'ün arası 2 olacaq. Yəni bu hissə olacaq. Burada nə qədərdir? 2'dir. Onda V eşitlik minus 14 bərabərdir. Mənfi 2'yə. Onda V eşitlik nə qədər olacaq? 12 metr bölünsün saniyə olacaq. Doğru cavabımız hansı variant oldu? C variantı olur. Sünət və halından bərabər təcilli hərəkətə başlayan, baxın hərəkətə başlayan deyir. Yəni sünət vəziyyətinə hərəkət edir cisimlər. Başlanğıc sürətimiz nəyə bərabərdir? 0'a. İki cismin koordinatı zamanında asılı qrafiklər verilmişdir. Cisimlərin təcillərinin proyeksiyalarının A1x'in A2x'ə nisbətini hesablayın. Əziz dostlar, biz bilirik ki, bərabər təcilli hərəkətdə koordinatın düsturu x bərabərdir x0 plus v0t plus a xt-nin kvadratı bölünsün neçədir? Xt-nin kvadratı bölünsün 2'dir. Yaxşı, başlanğıc sürət 0'dırsa, başlanğıc sürət nə dedik? 0'dırsa. Onda bizə x-in tənliyi necə olacaq? x0 plus a xt-nin kvadrat bölünsün 2. Bax, bu düsturla gedəcək. Baxın, bu düsturda biz lazım olanları yerinə qoyaraq təcilin proyeksiyalarını nə etmək lazımdır? Tapmaq lazım. Birinci üçün gedək. Birinciyə biz diqqət eləsək, birincidə baxırıq, qrafikimiz bu formadadır. Birinci üçün yazsaq, onda nə yazacağıq? Son koordinatı neçədir? 4'dür. Başlanğıcı neçədir? 16'dır. 4 bərabərdir 16. Bəs təcilimiz nə olacaq? Plus ax vurulsun. T'miz neçədir? 2'dir. 2 kvadrat nə qədər eləyəcək? Yəni bu x'i də balaca yazaq. Deməli x'imiz belədir. T'miz 2'dir, kvadratı 4 bölünsün 2. Onda bizə buradan bunlar getdi. 2ax bərabərdir. 4'dən 16 çıxsam mənə mənfi 12. Ax'imiz nə qədər olacaq? Deyək ki, A1x olsun. Buna da A1 deyək. A1x bərabər nə qədər olacaq əziz dostlar? Mənfi 6 metr bölünsün saniyənin kvadratı olacaq. Bu burada dursun. Fərqli rənglə göstərək. Dursun. Bəs ikinci üçün nə yaza bilərik? İkinci üçün də yenə eyni şeyi yaza bilərik. Baxın, ikinci buradadır. Aha, başlanğıc koordinatımız neçədir? 0 ikincidə.
Yazacağım. X'imiz son koordinatımız 4'tür. 4 beraberdir 0 plus A2X vurulsun. A2X vurulsun. T'miz neçədir? 2'dir. Kvadrat 4 bölünsün 2. Diqqətlə baxsaq bunlar getdi. Bizə qaldı 2A2X bərabərdir 4'ə. Bəs A2X nə qədər olacaq? 2 metr bölünsün saniyənin nəyi? Kvadrat. Yaxşı, bunu bildik. Bəs nisbəti nə verəcək? A1X-in A2X-ə nisbəti mənfi 6'nın neçəyə nisbəti 2'yə. Mənfi 6'nı 2'yə bölsəm mənfi 3 qalacaq. Doğru cavab hansı variant oldu? Y variantı. 23-cü testdə deyilir. Düz xəttdə hərəkət edən cismin sürətinin proyeksiyası zamandan asılı qrafik verilmişdir. 5-ci saniyənin sonunda sürətinin proyeksiyasını hesablayın. Əziz dostlar, baxın bu tipli testləri həll edəndə həmişə yadımızda saxlayaq. Bir hissədə başlanğıc və son sürət verilibsə, çalışın həmin hissədən. Baxın, başlanğıc sürəti 0'dır zaten. V0'ımız 0'dır. Son sürətimiz də mənfi 30'dur. Yəni son sürətin proyeksiyası mənfi 30'dur. Bu hissədən biz təcili hesablaya bilərik. AX-imiz necə idi? V minus V0 X bölünsün T deyildi. Gəlin AX hesablayaq. AX bərabərdir. V'miz nə qədərdir? Son sürətin mənfi 30 minus 0 bölünsün T'miz neçədir? Artıq da bu aralığı götürəcək. 6'dır. Bizə nə qədər verdi? AX bərabərdir. Mənfi 5 metr bölünsün saniyənin nəyi? Kvadrat. Qəşəng tapdı. Bəs bizdən nəyi soruşur? Bizdən soruşur ki, sürətinin 5-ci saniyə sonunda 5-ci saniyə düşür buralara. Bax, bu aralığa düşəcək. Bura 5 desək. Onda bax, bu hissədə qrafiki tapmaq lazım. Yəni, bu hissə bizə maraqlıdır. Həmin hissədə biz son sürəti tapsaq, V bərabərdir V0 X deyək. Plus nə idi? AXT idi də. Elə deyil. İndi baxın, əziz dostlar. Mən diqqətlə baxsam, bu hissəni götürürsə, başlanğıc sürəti 0 qəbul eləmək olar. Onda Vx bərabərdir AXT olacaq. AX nə qədərdir? Mənfi 5. T'miz neçədir? 2'dir. Mənfi 5'i 2'yə vursam, mənfi 10 metr bölünsün saniyə olacaq. Doğru cavab hansı variant oldu? C variantı. %24-cü testdə deyilir. Cədvəldə düz xəttdə hərəkət edən cismin koordinatın zamandan asılılığı təsvir olunub. Cismin tərcihinin proyeksiyasının zamandan asılılıq qrafikini göstərin. Baxın əziz dostlar, tutaq ki, son koordinatı 18 götürdüm. Başlanğıc zamanı 3 götürdüm. Elədir, zamanın 0 anında koordinatımız da 0'dırsa, onda biz nə deyəcəyik? Başlanğıc koordinatımız da nədir? X0'ımız da 0. Hə, son başlanğıc sürətimiz də 0'dır. V0'ımız da 0'dır. Koordinatın tənliyi necə idi? X bərabərdir X0 plus V0 XT plus nə idi? AXT'nin kvadrat bölünsün 2. Yerinə qoyaq. Sonu 18 deyirəm. Bərabərdir. Bu 0, bu da 0. Bizə qaldı. A'mız AX vurulsun. T'miz neçədir? 3'dir. Kvadrat 9 bölünsün 2. Onda AX nə qədər olacaq? Müsbət 4 metr bölünsün saniyənin nəyi? Kvadrat. Hərəkət də bərabər təcilli hərəkət olduğuna görə 4'dən və sabit, o da bircə dənə A variantında olacaq. Növbət testimiz 25-ci testdir. Üfüqi müstəvidə düz xəttdə hərəkət edən cismin sürətinin modulunun zamandan asılı qrafiki verilmişdir. 0-t zaman intervalında cismin getdiyi yol S-dir. 0-t intervalında getdiyi yol S-dirsə, deməli buranın nəyini hesablamaq lazımdır? Sahəsini. Gəlin hesablayaq. Oranın sahəsini hesablasaq, deyək ki, S bərabərdir 2'də 1, vurulsun, sürəti V'dir, vurulsun T. Buradan VT'ni tapaq, V vurulsun T bərabərdir 2S. Bax, bunu tapdıq. Mənə deyir ki, T2T aralığında, intervalında cismin getdiyi yolu tap. Yaxşı, T2T intervalı hansı hissədir? Diqqətlə baxsaq, həmin, baxın, bu hissədir. Bu hissədə gedilən yol tapmaqdan ötürü yenə fiqurun nəyini hesablamaq lazımdır? Sahəsini hesablamaq lazımdır. Fiqurun sahəsini hesablasaq, buna S1 deyək. Nə qədər olacaq? Bu hissənin sürəti otacağı neçədir? V plus neçə V? 2V. Böyük otacağı 2V'dir. Bölünsün 2 vurulsun. Bəs bu hissə nə qədərdir? Bu hissə bizə verəcək T. Onda buradan yazsaq S1 bərabərdir.
2 də 3, V vurulsun nə? T. Bərabər. VT-ni neçə tapmışdıq? 2S. 2 də 3 vurulsun 2S. Bu 2'lər getdikcə bizə 3S olacaq. Doğru cavab hansı variant oldu? D variantı. Sürətin proyeksiyasının zamandan asıllıq qrafikinə əsasən 22-ci saniyenin sonunda cismin koordinatını tapın. Əziz dostlar, baxın, başlanğıc koordinatımız 0. Əla. Başlanğıc koordinatımız 0'dırsa, biz nə edəcəyik? Və hərəkətlə nədir? Sürətin proyeksiyası zamanı asıllıq qrafikinə göstərilir. Yaxşı, getdiyi yolu tapsaq, fikir verin, belə bir x ox üzərində göstərsək, məncə daha məntiqli olar. Bax, bura. Bu bizim x oxumuz. Cisim buradan hərəkət edir. Deyək ki, bu bizim həmin cisim deyək, insan. Oldu mu? Hərəkət edir. Əvvəlcə necə hərəkət edir? Qrafikin bu hissəsində x ox istiqamətində necə hərəkət edir? Bərabər yavaşcan. Birinci halda x ox istiqamətində yavaşcan hərəkət edir. Görəsən nə qədər yol gedir? 2 də 1 vurulsun 8 vurulsun 20. Neçə metr yol gedəcək? 80 metr. Qəşəng. 80 metr gəldi. Hara gəldi? Bax, sıfırdan başladığına görə 80'ə gəldi. Sonra, baxın, bu hissədə, baxın əziz dostlar, bu hissədə cismin sürəti 0. Yenə 80 olan, yəni koordinatı 80 olan nöqtədə 8 ilə 16 saniyə aralığında dayandı, hərəkət etmədi. Digər hissədə isə, baxın, bu hissədə isə cisim x oxunun əksinə yeyinləşəndir. Burada deməli neçə saniyə dayandı? 8 saniyə dayanandan sonra necə hərəkət elədi? X oxunun əksinə yeyinləşir. 80-dən x oxunun əksinə yeyinləşir. Bəs nə qədər yol getdi həmin hissədə? Baxın, getdiyi yol tapmaqdan ötürü də nədir? Buranın sahəsini hesablamalı. Həmin hissənin sahəsini hesablasa, bizə nə qədər qalacaq? S deyək 1 olsun. 2 də 1 vurulsun 10, vurulsun 16'dan 22'ye 6. Bizə nə qədər qaldı bunlar? 30 metr. Yaxşı, 30 metr getdi. Amma x oxun nədir? Əksi istiqamətini. İndi mən 30 metr gəlsəm, 80'dən 30 metr geri qayıtsam, neçə metr qalacaq? 80'dən deməli 30 metr geri qayıtdı. Neçə olacaq bu hissədə? 80'dən 30 metr qayıdıramsa, əlbəttə neçə verəcək? 50 verəcək. Deməli, bu cismin son koordinatı neçə olacaq? 50 olacaq. Doğru cavab hansı variant? C variantı olur. 27-ci testlərə deyilir. Başlanğıc sürəti 0 olan avtomobilin təcilinin proyeksiyasının zamandan asıllıq qrafiki şəkildəki kimidir. Avtomobil 10 saniyə müddətində neçə metr yol gedəcək? Maraqlı bir test nümunəsidir. Əvvəlcə diqqətlə baxaq əziz dostlar. Baxın, birinci halda təcilimiz neçədir? 10'dur. Sürətimiz neçədir? 5'dir. Əla. Başlanğıc sürəti isə nədir? 0'dır. V0 bərabər 0. Onda S'in gedən yolun düzsözü necə olacaq? V0T plus AT kvadrat bölünsün 2 deyil, normalda düzdürmü? Onda S'i biz buradan yaza bilərikmi? S'i yazsaq ki, S bərabər sadəcə AT kvadrat bölünsün 2. Yəni birinci hissə deyək, 1 deyək buna. Bərabərdir. A'mız neçədir? 10. T'miz neçədir? 5 kvadrat 25 bölünsün 2'yə. Bizə 125 metr olacaq. Amma əziz dostlar, burada bir şeyə diqqət edin. Buradakı sürəti mütləq tapmalısınız. V bərabər başlanğıc sürəti 0 olduğuna görə biz AT düzsözü ilə tapacağıq. A'mız neçədir? 10'dur. T'miz 5'dir. Neçə edəcək? 50 metr bölünsün saniyə. Qəşəng. Tapdıq. Amma ikinci halda, yəni 5 ilə 10 saniyə aralığında artıq cisim sünət vəziyyətində hərəkət etməyəcək. O halda bizim S'in düsuru V0T yuxarıda da yazmışdı. Plus AT kvadrat bölünsün 2 olacaq. Yəni buradakı başlanğıc sürəti biz neçə tapdıq? 50 tapdıq da. O V0'ın yerinə 50 qoyacağıq. Buna da S2 deyək. Onda nə yazacağıq əziz dostlar? 50 vurulsun. T'miz neçədir? 5 ilə 10 aralığı 5 plus A'mız neçədir? Artıq A'nı 6 götürmək lazımdır. 6 vurulsun 25 bölünsün 2. Burada bunlar getdi. 250 plus neçə qalacaq bizə? 3'ə vursam 75. 250'nin üzərinə 75 yazsam 325 metr olacaq. 125 metr burada, 325 metr də burada. Ümumi bizim 10 saniyə ərzində getdiyimiz yol S1 plus S2 qədər olacaq. 125 plus 325
Nə qədər oldu? 425, 400 neçə? 50 metr olacaq. Deməli, bu cisim 10 saniyə ərzində 450 metr yol gedəcək. Növbət testimiz 28-ci testdir. Sünnət halından yenə başlayan sürət nəyə bərabərdir? 0-a. Halından hərəkətə başlayan cismin yerdəyişməsinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. 8 saniyənin sonunda cismin sürətini tapın. Baxaq əziz dostlar, təcili tapmalıyıq mütləq. Yerdəyişmə proyeksiyasının düsturunu bilirik. V0t Pilius nə idi? AXT'nin kvadrat bölünsün 2. Yəni buna da x ata. Buradan başlanan sürət 0'dır və oradan təcilini də tapsa AX bərabərdir 2 SX bölünsün nədir? T'dir. Yəni buradan da göstərə bilərik, buradan da götürə bilərik. Deyək ki 6 götürsək 2 vurulsun 6, T'ni də neçə götürməliyik? T'nin kvadratdır. 2'dir kvadrat 4 eləyəcək. Bizə 3 metr bölünsün saniyənin nəyi verdi? Kvadrat. Qəşəng bunu tapdı. Mənə deyir 8 saniyənin sonunda V'nin düsturu necə idi? V bərabərdir V0 plus A T deyil. Aha, onda V0 sıfırdırsa, onda V nə qədər qaldı bizə? AT qaldı. A'nı tapdıq 3. T'miz 8'dir. 3'ü 8'e vursam 24 metr bölünsün nə? Saniyə olacaq. Doğru cavabımız hansı variant oldu? C variantı. 29-cu testdə deyil. Sünnət vəziyyətlə düz xəttli bərabər təcilli hərəkətə başlayan avtomobilin 4-cü saniyənin sonunda sürəti 20 metr bölünsün saniyə olmuşdur. Bu avtomobilin ilk 6 saniyədə getdiyi yolu hesablayın. Deməli, sünnət vəziyyətinə hərəkət edib başlayan sürətimiz nədir? 0'dır. Düz xəttli bərabər hərəkətə başlayan avtomobil 4-cü saniyənin sonunda sürəti neçədir? 20'dir. Qəşəng. 4-cü saniyənin sonunda sürəti 20. Onda A'nı tapa bilərik. V bərabərdir V0 plus AT deyil. Buradan başlayan sürət 0'dır. A'nı da tapsa V bölünsün T olacaq. V'miz neçədir? 20. 4-cü saniyəni deyirsə 4'də olacaq zaman. 5 metr bölünsün saniyənin nəyi oldu? Kvadratı. 6 saniyədə getdiyi yol da S bərabərdir. Başlayan sürət 0 olduğuna görə sadəcə AT kvadrat bölünsün 2 olacaq. A'mız neçə tapdıq? 5. Vurulsun T'miz 6'dır kvadrat 36 bölünsün 2. Burada bunlar getdi. 5 vurulsun 18. Bizə neçə verdi? 90 metr. Deməli bu cisim 6 saniyədə 90 metr yol gedəcək. Növbət testimiz 30-cu testdir. Maddi nöqtənin təcilinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Maddi nöqtənin başlayan sürəti 0'a bərabər olarsa 8 saniyə ərzində getdiyi yolu tapın. Qəşəng testi yenə də. Baxın əziz dostlar, burada təcilimiz var, zamanımız var. 4 saniyə ərzində getdiyi yolu tapmaqdan ötürü başlayan sürət 0 olduğuna görə normalda gedilən yolun düsturu V0T plus nə idi? AT kvadrat bölünsün 2'dir. Bu isə 0'a getdi. Onda S1 deyək. Sadəcə AT kvadrat bölünsün 2 olacaq. A'mız neçədir? 1. Buranı götürəcək. Vurulsun T'miz neçədir? 4'dir kvadrat 16 bölünsün 2. Deməli 4 saniyə ərzində bu cisim sadəcə və sadəcə 8 metr yol gedir. Hə, amma burada bir balaca nəyə diqqət edək? Bax, buradakı sürəti biz tapmalıyıq. V0 deyək və yaxud da V ilə işarə edək. V bərabərdir. Başlanan sürət 0 olduğuna görə AT. A'mız neçədir? 1. T'miz də 4'dür. 1'i 4'ə vursam neçə eləyəcək? 4 eləyəcək. Hə, S-ni yazanda artıq da V0 T plus AT kvadrat bölünsün 2T üstündə yadda saxlamaq lazım. Onda V vurulsun T, çünki bu 4 və 8 saniyə aralığında başlanan sürət nədir? 4 tapdıq da, elə deyilmi? 4'ə bərabərdir. Plus AT, A'mızı ikinci deyək, A2, yəni bunu götürəcək. A2XT kvadrat bölünsün nə? 2. Yerinə qoyaq. Bizdən də nəyəsə ərzində getdiyi yol dediyinə görə diqqətli olaq burada. V'miz neçədir? V'miz 4'dür. Vurulsun. T'miz neçədir? 4-8 aralığı, bu da 4'dür. Plus diqqətlə baxaq. Çünki mənfi olduğuna görə 1 vurulsun. T'miz 4'dür kvadratı 16 bölünsün 2. Baxırıq əziz dostlar. 16 bu da 8 eləyir. 16'dan 8 çıxsam mənə nə qədər qalacaq? 8 metr. 8 metr də burada gedib. 8 metr də burada. Ümumilikdə bu cismin getdiyi yol neçə metr olacaq?
16 metr olacaq. Növbət testimiz 31-ci testdir. Sükunət vəziyyətində yenə başlanğıc sürət nəyə bərabərdir? 0-a bərabərdir. Hərəkətə başlayan cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Delta x bərabərdir 18 metr olarsa, cismin təcilinin modulunu hesablayın. Əziz dostlar, delta x-i biz necə yaza bilərik? Delta x-i belə yaza bilərik. x2 minus nə? x1 yaza bilərik. Qəşəng. Bərabərdir 18. Bəs x nədir? X bərabərdir x0 plus v0t plus at kvadrat bölünsün 2 deyilmi? Burada sıfıra gedənlər qrafik koordinat başlanğıcından başlayıb nəyə bərabərdir? Sıfıra bərabərdir x0-ımız. Sükunət vəziyyətindən dediyinə görə başlanğıc sürət də 0. X nə qədər qaldı? Sadəcə at kvadrat bölünsün 2. Yerinə qoyaq əziz dostlar. Onda x1-dən x2-yə nə deyəcəm? A t nə deyəcək? 2-nin kvadrat bölünsün 2 minus A vurulsun və eyni təcilli hərəkət. T1-in kvadrat bölünsün 2 bərabər neçə? 18. Yerinə qoyaq. A vurulsun T2 neçədir? 2-dir. Kvadratı 4 bölünsün 2 minus A vurulsun T1 neçədir? 1-dir. Bölünsün nə? 2. Bərabərdir 18-ə. Buradan bunlar getdi. Bizə neçə qaldı əziz dostlar? Deməli 1/5 A bərabərdir 18-ə. Düz dedik də. Onda A bərabərdir 36 3-ə bölsəm bizə neçə verəcək? 12. 12 metr bölünsün saniyənin nəyi? Kvadratı. Doğru cavab hansı variant oldu? D variantı. 32-ci testdə deyilir. Başlanğıc koordinatı x0 bərabərdir 20 metr olan cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. 6-cı saniyənin sonunda cismin koordinatını hesablayın. Yenə bunun üçün bizə bir deyək ki, x oxu lazımdır. Həmin x oxunun üzərində nöqtələr qoymaqla testin həllinə baxacağıq. Əziz dostlar, deməli bu bizim x oxumuzdur. Bura 0 nöqtəsi deyək, 0. Bura özümüzdən götürək, neçə? x0 nöqtəsi cismin hərəkətə başladığı hissə nə olacaq? x0 bərabərdir. Neçə verilib? 20 metr. Bura odur. Baxırıq, birinci hissədə cisim x ox istiqamətinə bərabər sürətlidir. Görəsən, bu x ox istiqamətinə bərabər sürətdə hərəkət edən cisim 20-dən neçəyə gəlir? Neçəyə gəldiyini tapmaqdan ötürü mütləq yolu bilmək lazımdır. Fikir verin. Bu hissədə, bax, bu iki hissədə ümumiyyətlə, deyək ki, bax, 2 saniyə ərzində cisim x ox istiqamətinə bərabər sürətli. Deyəcək, 2 ilə 4 saniyə aralığında isə x ox istiqamətinə bərabər yavaşlar. Ümumiyyətlə, 4 saniyə ərzində cismin getdiyi yolu tapmaqdan ötürü fiqurun nəyini tapmaq lazımdır? Sahəsini tapaq. Onda S1 deyək bu hissəyə. Fikir verin, bu hissədə S1 deyirəm. Nə qədər olacaq? 1 otacağı 4. 4 plus. Digər otacağı 2. Bölünsün 2. Deməli, 4-ün üstünə neçə gəlir? 2 gəlib 2-yə böldük. Vurulsun. Bəs bura nə qədərdir? 5-dir. Vurulsun 5. Bərabərdir. Nə qədər olacaq əziz dostlar? 4-ün üstünə 2 gəlsəm neçə olacaq? 6 2-yə bölsəm 3, 15 metr. Deməli, bu cisim 20-dən 15 metr x ox istiqamətinə gəldim. Neçədə olacaq? 35-də olacaq. İndi daha sonra aşağıda 4 və 6 saniyə aralığında cisim x oxunun əksi istiqamətinə bərabər yeyinləşər. Bəs nə qədər yol gedib x oxunun əksi istiqamətinə yeyinləşən hərəkətdə? Onu tapmaqdan ötürü fiqurun nəyi lazımdır bizə? Sahəsi lazımdır. Bax, bu sahəni hesablayaraq onu da tapmış olacaq. Görəsən, burada nə qədər? Burada S2 deyək. S2 bərabərdir 2-də 1 vurulsun 2 vurulsun neçə? 5. Bunlar ixtisar getdi. İndi x oxun əksi istiqamətində bax daha 5 metr gəldim. Gəldim 5 metr. 35-dən 5 metr x oxunun əksinə gəlsəm neçə olacaq? 30. Deməli, sonda mən harda dayanacam? Yəni son koordinatım neçədə olacaq? 30'da olacaq. Doğru cavab hansı variant oldu? C variantı olacaq. Növbət test 31-ci testdir. Düz xəttdə hərəkət edən cismin koordinatının proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Cismin başlanğıc sürətinin proyeksiyasını hesablayın. Cismin başlanğıc sürətinin proyeksiyasını necə hesablaya bilərik? Baxın əziz dostlar. Yəni bu hissəni bizə götürməyimiz kifayətdir. Bu hissədə cisim
x oxun əksinə yavaşlayan hərəkət eləyir. Yəni, bərabər təcili hərəkətdə mən bilirəm ki, düsturum necə olacaq? X bərabər x0 plus v0 xt plus nə idi düsturumuz? at kvadrat bölünsün 2. Bizdən də nəyi soruşur? Başlanğıc sürətin proyeksiyasını soruşur da. Elə deyilmi? Bunu necə tapmaq olar? Nəzərə alsaq ki, bərabər təcilli hərəkət olsun, istərsə də bərabər sürətli hərəkət olsun. Koordinatın zamandan asılılıq qrafikində qrafikin uzunluğu elə bizə nə verir? Gedilən yol. Onda bizim heç bu düstura ehtiyacımız yoxdur. Sadəcə və sadəcə gedilən yolun s bərabərdir. Yerləşmənin proyeksiyası elə proyeksiya ilə geçsək məncə daha məntiqli olar. S x bərabərdir. Nə olacaq düsturumuz? V x plus v0 x bölünsün nə? 2 vurulsun nə? T deyək buna. Elə bundan gedək, koordinatdan getməyək. Baxaq əziz dostlar, buradan bura yer dəyişməmizin proyeksiyası. Zaten başlanğıc koordinat 0'dır. Neçədir? -50. Bərabərdir. Burada bilirik ki, son sürətimiz nədir? İstiqamətin dəyişdiyinə görə 0'a bərabərdir. Son sürətin proyeksiyası. Bunda mən nə deyəcəm? 0 plus v0 x bölünsün 2. Bəs t'miz neçədir bu hissədə? 5'dir. Düzmü dedi? Bu 5 ilə bu getdi, ixtisar. Onda mənə nə qalacaq əziz dostlar? V0 x bərabər -20 metr bölünsün nə? Saniyə. Doğru cavab hansı variantı oldu? B variantı olacaq. Növbəti testimiz 34-cü testdir. Üfüqi müstəvidə düz xəttdə hərəkət edən cismin sürətinin modulunun zamandan asılılıq qrafiki verilmişdir. 0t zaman intervalında cismin getdiyi yol s olarsa, 0-2t intervalında getdiyi yolu hesablayın. Biz yolu bilirik ki, sürət zaman qrafikində qrafikin altında yaranan fiqurun sahəsidir. Bax, buranın sahəsini hesablasaq, 0t zaman intervalında getdiyi yolu hesablamış olacaq. Bura S1 deyirik. Gəlin o S1'i hesablayaq. 2 də 1. Zaten özü verib. S1'imiz elə nəyə bərabərdir? S-ə bərabərdir. S1 bərabərdir S-dir. Onda mən deyə bilərəm, S bərabərdir 2 də 1. Vurulsun V vurulsun nə? T. Onda mən buradan V vurulsun T'ni 2S deyə bilərik. Demək, nəyə bərabərdir? V vurulsun T 2S'ə bərabərdir. Bunu dedik. Yaxşı. Bəs bizə desələr ki, 0-2T aralığında. Bəs 0-2T aralığında gedilən yol nədir? 0-2T aralığında gedilən yol tapmaqdan ötürü bu fiqurun nəyini tapmaq lazımdır? Sahəsini tapmaq lazımdır. Həmin fiqurun sahəsini tapsaq, buna da S2 deyək. Nə olacaq? 2 də 1 vurulsun. Artıq da V-ni götürəndə 2V götürən. 2V vurulsun nə? 2T. O da bərabərdir. Bu 2 ilə bu 2 getdi. Onda mən yazacağım S2 bərabərdir 2VT. Bəs bu nə qədərdir? VT'miz 2S'dir. 2 vurulsun 2S. O da bərabərdir 4S olacaq. Doğru cavab hansı variantı oldu? A variantı olur. 35-ci testdə deyilir. Sürətinin proyeksiyasının zamandan asılılıq qrafikləri şəkildəki kimi olan K və L cisimləri düz xəttə bərabər yavaşlayan hərəkət edərək dayanır. Dayanana qədər K cisminin getdiyi yol, L cisminin getdiyi yola olan nisbətini tapın. Baxın əziz dostlar. Dayanana qədər gedilən yol deyirsə, yenə eyni qaydada fiqurun nə idi? Sahəsi. Məsələn, K cisminin getdiyi yol tapmaqdan ötürü bu fiqurun sahəsini tapmaq bizə kifayət eləyəcək. Baxırıq, fiqurumuz düzbucaqlı üçbucaqdır. Onun sahəsini tapmaq üçün hansı düsturdan istifadə edəcəyik? Yəni yazaq SK bərabərdir. Dayanana qədər getdiyi yol. 2 də 1 vurulsun 2. T'miz 2'dir. Vurulsun 2V. Bunlar getdi ixtisar. Bizə neçə qaldı? 2V qədər oldu. Bəs L cisminin getdiyi yol nə qədər olacaq? L cisminin getdiyi yol isə ümumi buranın sahəsidir. Baxırıq, buranın sahəsi nə qədərdir? Onu tapaq. Ona da nə deyək uşaqlar? S2 deyək. S deyək L olsun. 2 də 1 vurulsun 8 vurulsun 8V. Bundan bunlar getdi. Bizə nə qaldı? 32V qaldı. Mənə deyir, getdiyi yola olan nisbətini tapın deyir.
L cisminin getdiyi yola nisbətini. SK-nın nəyə nisbətini? SL-ə nisbətini. SK 2V. O birisi də 32V'dir. Bu V'lər ixtisar getdi. 2 ilə 32 getdi. 1 bölünsün 16 qalacaq. Doğru cavab hansı variant? B variantı olacaq. 36-cı testdə deyilir. Sükunət halından hərəkət edən iki maddi nöqtənin təcilinin modunun zamandan asılı qrafiki verilmişdir. Eyni müddət ərzində onların getdiyi yolları müqayisə edin. Baxaq görək. Eyni müddət dediyinə görə deyək ki, bura nə olsun? T olsun. Burada T olsun. İndi getdiyi yolları gəlin müqayisə edək. Sükunət vəziyyətindən dediyinə görə gedilən yolun düsturunu bilirik. S bərabərdir. A T kvadrat bölünsün 2'dir. Onda birincinin getdiyi yolu tapsam S1 deyək, birinci qrafik üçün. Nə olacaq əziz dostlar? A'mız 2'dir. T'miz neçədir? Kvadratı bölünsün nə? 2. Bu 2'lər getdi. T kvadrat qədər olacaq. Bəs ikincinin getdiyi yol nə qədər oldu? S2 bərabərdir. A'mız 4'dür. 4 vurulsun T kvadrat bölünsün nə? 2. Bunlar da getdi. Bizə neçə qaldı? 2T kvadrat qaldı. Buradan belə nəticəyə gəlmək olar ki, S2 bərabərdir nəyə? 2 dənə S1. Baxaq görək 2 S1-ə bərabərdir. Hansı variant oldu? Y variantı olacaq. Növbət testimiz 37-ci testdir. 37-ci testdə deyilir. T bərabər 0 anda K nöqtəsindən V bərabərdir. V1x bərabər mənfi 4 metr bölü saniyə başlanğıc sürətlə hərəkət edən cismin koordinat zaman qrafiki verilmişdir. 4-cü saniyənin sonunda cisim hansı nöqtədə olar? Baxın əziz dostlar. Başlanğıc sürətimiz neçədir? 4 metr bölünsün saniyədir. Baxaq. Görəsən bu cisim nə qədər yol gəlib? Bu hissəni biz tapmalıyıq. Elə deyilmi? Yəni bu getdiyi yolu buranı tapsaq, bax buranı tapsaq, bizə nə olacaq? Cavab çox asanlıqla olacaq. Bilirik ki, koordinatın tənliyi necə idi? X bərabərdir. X0 plus Sx idi. Bu Sx'in yerinə də yer düsturunu yazsa, nə idi? V plus V0 X deyək buna, bölünsün 2 vurulsun T idi. Düzmü dedik? Onda biz bilirik ki, istiqamətin dəyişi Vx nəyə bərabər? 0-a. Başlanğıc koordinat da 0'dır. X0 da 0'dır. Çünki qrafik koordinat başlanğıcından başlayıb. Son koordinatın düsturu olacaq, əziz dostlar. Sadəcə və sadəcə V0 X nə? T bölünsün 2. Baxaq, V0'mız neçədir? Mənfi 4. T'miz neçədir? 4'dür. Bölünsün nə? 2. Bərabərdir. Mənfi 8 metr. Deməli, koordinatımız mənfi 8 olacaq. Yaxşı, bunu bildik. Bəs bizdən nəyi soruşur? 4-cü saniyənin sonunda hansı nöqtədə olar? Bilirik ki, başlanğıc sürət mənfidirsə, bu cisim X oxunun əksinə hərəkət edib K nöqtəsinə. X oxu sağa doğrudur. Onun əksinə hərəkət edibsə, demək istiqamətimiz hara doğru? Sola doğru olacaq. Və neçə metr gəlib bu? 8 metr, fikir verin. 8 metr gəlib hara düşür? 8 metr gəlsəm N nöqtəsinə düşəcək. Deməli, bu cisim nə olacaq? 4-cü saniyənin sonunda N nöqtəsində olacaq. Doğru cavab hansı variant oldu? C variantı. 38-ci test. Təcilinin proyeksiyasının zamandan asılı qrafiki şəkildəki kimi olan cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki hansıdır? Əziz dostlar, bu tipli testləri həll edəndə həmişə əlinizdə V bərabərdir V0 plus AT düsturu olsun. Çünki bu tipli testlərdə biraz diqqətli olaq. Adətən uşaqlarımız yanlış eləyir. Burada indi bu düstur ana düsturdur, qalsın. Amma bizim testimiz üçün V0'ı 0 qəbul eləməliyik. Çünki deyir ki, sükunət vəziyyətinə hərəkət edin. Onda fikir verin əziz dostlar, bunun təcili ikincidən nədir? İkinci sən təcilindən daha böyükdür. Onda təcilimiz böyük olan yerdə sürətimizin intensivliyi, dəyişmə intensivliyi daha böyük olacaq. Çünki bunu atsaq bu tərəfə delta V verəcək. Delta V AT-yə bərabər. Sürətin dəyişmə yeniliyi artırsa, təcilimiz də nədir? Daha doğrusu təcilimiz daha böyük olursa, sürətin dəyişmə yeniliyi daha böyük olacaq. Onda Vx-in T'dən asılılığı qrafikində birinci hissədə təcil böyük olduğuna görə nədir? Daha
çox dəyişəcək, belə. İkinci hissədə təcilimiz ona nisbətən az olduğuna görə nədir? Qrafikimiz bu formada bir qrafik olacaq. Baxaq görək varmı oxşar qrafik? 38-də elə A variantı olacaq. 39. Düz xəttdə hərəkət edən cismin koordinatın zamandan asılı qrafiki verilmişdir. Hansı hissədə bu cismin təcilin proyeksiyasının zamandan asılılıq qrafiki düzgün təsvir edilmişdir. Əzəlsə bilirik ki, bu tipli testlərdə təcil nədir? Konstantdır. Qiymət və istiqamətcə sabit. Birinci hissəyə baxıram. Qrafika həmişə koordinat başlanğıcına köçürün. Köçürtdüm. X istiqamətində necə hərəkətdir? Yeyinləşən. X istiqamətində yeyinləşən hərəkətdə təcilимizin proyeksiyası sıfırdan böyükdür. Əla. Bəs ikinci hissədə cisim necə hərəkət edir? X istiqamətində yavaşan. X istiqamətində yavaşanda biz bilirik ki, təcilимizin proyeksiyası sıfırdan nə olur? Kiçik olur. Birinci hissədə müsbət sabit, ikinci hissədə mənfi sabit. Doğru cavab hansı variantı olacaq? Əlbəttə ki, 39-da B variantı olacaq. Növbət testimiz 40-cı testdir. 40-da nə deyir? V0 bərabərdir 30 metr bölünsün saniyə. V bərabərdir 10 metr bölünsün saniyə olarsa, düz xəttdə bərabər təcillə hərəkət edən kürəciyin təcilinin qiymətini hesablayın. Əziz dostlar, biz bilirik ki, yer dəyişmənin nəyi? Hansı idi? X minus x0 idi, yəni proyeksiyası. Mən buradan baxıram ki, x-i tapsa, sonu 40. Başlanğıcı mənfi 10, minus mənfi 10, bərabər bu cisim neçə metr yol getmiş olacaq? 50 metr yol getmiş olacaq. Əla. S-in də düsturu necə idi? S-in də düsturunun yerinə belə bir şey yazacağım. S nə idi? V plus V0 bölünsün 2 vurulsun nə idi? Ya bundan getməyək, elə təcillə gedək. V kvadrat minus V0-ın kvadrat bölünsün nə? 2A-dır. Düzmü dedik? Onda yerinə mən neçə yazmalıyam? 50 yazmalıyam. Onda V-mizə baxaq, neçədir V? Son sürətimiz özü verib 10-dur. 10. Kvadrat neçə edəcək? 100. Minus başlanğıc sürətimiz neçədir? 30-dur, kvadrat 900. Bölünsün 2 vurulsun A bərabərdir. Neçə yazacaq? 50. 100-dən 900 çıxsam mənə 800 verəcək. Təcilinin qiymətini soruşduğuna görə də 800 bölünsün 2A bərabərdir 50-yə. Onda A neçə olacaq? A bərabərdir 8 metr bölünsün saniyənin nəyi? Kvadratı. Doğru cavab hansı variantı oldu? B variantı olacaq. Növbəti testimiz 41-ci testdir. Deyir ki, V0x bərabər mənfi 6 metr bölünsün saniyə başlanğıc sürətlə hərəkət edən cismin koordinatın zamanda asılı qrafiki verilmişdir. Koordinatın ən böyük qiymətini tapın. Əziz dostlar, başlanğıc sürətimiz verilib, qəşəng. Koordinatın düsturunu biz bilirik. X bərabərdir x0 plus sx-dir. Təcilимizin qiyməti yoxdur. Onda sx-in düsturunu biz nə ilə gedə bilərik? Vx plus v0 x bölünsün 2 vurulsun nədir? T'dir. Burada son sürətimizin proyeksiyası bilirik ki, 0-a bərabərdir. İstiqamətin dəyişdiyi nöqtədir. Onda koordinatın tənliyi olacaq. Deməli, buradan yazsa, x bərabərdir x0 plus vx plus v0 x bölünsün nədir? 2 vurulsun t olacaq. Yerinə qoysaq, bax bu 0, üzr istəyirəm. Deməli, bu 0, koordinat başladığına görə o da 0 olacaq. X bərabər onda v0 xt bölünsün nə? 2 olacaq. Bizdən də nəyi soruşur? Son koordinatı heç nə. Yerinə qoyaq. V0-ımız neçədir? Mənfi 6 vurulsun. T'miz neçədir? 5 bölünsün 2. Mənfi 6-ın 5-ə vursam, mənfi 30 2-yə bölsəm, mənfi 15 metr. Deməli, bizim son koordinatımız neçə olacaq? Mənfi 15 metr olacaq. Doğru cavab hansı variant oldu? D variantı. Növbət test 42-ci testdir. Təcilin proyeksiyasının zamandan asılı qrafikinə əsasən X oxunun əksi istiqamətində 20 metr bölünsün saniyə başlanğıc sürətlə düz xəttli bərabər təcillə hərəkət edən cismin ilk 6 saniyə ərzində getdiyi yolu tapın. X oxunun əksi istiqamətinə, baxın bu sözə biz diqqət edək.
V0 x0-dan nədir? Kiçikdir. Yəni V0 x0-dan kiçik qəbul eləmək lazımdır. Aha. 6 saniyə ərzində getdiyi yolu tapın. S-i x-in düsturunu bilirik. S-in düsturu. S bərabərdir V0t plus nə idi? AT kvadrat bölünsün 2-dir. Düzmü dedik? Onda mən yerinə qoysam, nə yazacağım? Əziz dostlar, S bərabərdir. A-mız neçədir? 3. T'miz neçədir? 6. Kvadrat 36 bölünsün 2. Minus artıq V0-mız neçə olacaq? 20. Vurulsun T'miz neçədir? 6-dır. Beləmi, əziz dostlar? Bərabərdir. Yerinə qoysa, burada ixtisar getsə, ixtisar gedəcək. İxtisar gedənləri zaten ixtisar edəcək. Aha. Onda S bərabərdir. Nə verəcək? Bunlar getdi 54 plus 120. Daha doğrusu minus 120. 120. O da bərabərdir. 54, 120-dən 54 çıxsa mənə 66 verəcək. 66 metr. Hə, deyəcəksiniz, bəs müəllim, niyə burada mənfi alındı? Siz müsbət yazdınız. Çünki yol müsbət skalyer fizik cəmiyyət olduğuna görə qarşısına bir mənfi ata bilmirik. Doğru cavab elə Y variantı olur. Növbət testimiz 43-cü testdir. Deyir ki, 43-cü testdə T bərabər 0 anında K nöqtəsində olan cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilib. 8 saniyənin sonunda cisim hansı nöqtədə olar? Maraqlı bir testdir. Qrafikin birinci hissəsində bilirik ki, cisim necə hərəkət edir? X oxun əksinə yeyinləşən, yəni 4 saniyə müddətinə yeyinləşən. Bu X oxun əksinə yeyinləşən hərəkət edən cisim, bax, birinci hissədə belə gedir. Görəsən nə qədər yol gedib 4 saniyə müddətində? Təbii ki, yenə nə edirik? Fiqurun sahəsini hesablayırıq. Fiqurun sahəsini hesablasaq bizə nə verəcək? S1 deyək bura, S1 bərabərdir 2-də 1 vurulsun 20 vurulsun 4. Bura neçə metr oldu? 40 metr oldu. Düzmü dedik əziz dostlar? 40 metr bu getdi. 40 metr gedirsə, deməli birinci hissədə 40-40'da olacaq. Sonra yenə eyni qaydada X oxunun əksinə yavaşlayan hərəkət. Yenə X oxunun əksinə hərəkət edəcək. İndi nə edəcək? İkinci hissənin sahəsini hesablayacaq. Bax, buranın sahəsi bizə maraqlıdır. Oranın sahəsində də biz deyək nə olsun? S2 olsun. S2 bərabər necə yazacaq əziz dostlar? 2-də 1 vurulsun 4 vurulsun neçə? 20. Bunlar getdi ixtisar yenə 40 metr gəldi. 40-dan indi təzədən bir də 40 metr gələndə olacaq neçə? Mənfi 80-də. Deməli, neçə saniyə müddət? 8 saniyə müddətində bu cisim mənfi 80-də, yəni S nöqtəsində olacaq. Doğru cavab hansı variantı oldu? D variantı olur. Növbət testimiz 44-cü testdir. Qeyd edim ki, 44-cü test açıq tiplidir. Yəni cavab variantları yoxdur. Düz xəttdə hərəkət edən iki maddi nöqtənin sürətinin proyeksiyası zamanı asılı qrafiki verilmişdir. Müşahidə anından 5 saniyə sonra maddi nöqtələr arasındakı məsafə neçə metr olar? Əziz dostlar, biz bilirik ki, əgər cisimlər eyni istiqamətdə hərəkət edirsə, müəyyən zamandan sonra arasındakı məsafəni tapmaq üçün həmin cisimlərin getdiyi yolları çıxmaq lazımdır. Əks istiqamətdə hərəkət edərsə, müəyyən zamandan sonra cisimlərin arasındakı məsafəni tapmaq üçün ayrı-ayrı cisimlərin getdiyi yollarını toplamaq lazımdır. Biz bu qrafikdən görürük ki, birinci və ikinci cisim, deyək ki, bu birinci cisim olsun, bu ikinci cisim olsun, bir-birinə əks istiqamətdə hərəkət edir. Niyə? Çünki birinci cisim X ox istiqamətinə bərabər sürətli, ikinci cisim isə X oxunun əksinə bərabər yavaşlayan hərəkət edir. Bəs birinci və ikinci cismin getdiyi yolu hesablamaq üçün nə etmək lazımdır? Təbii ki, birinci cismin getdiyi yol bilməkdən ötürü fiqurun altında yaranan sahəni hesablamaq lazımdır. Bu sahəni hesablasaq, əziz dostlar, bizə nə verəcək? Baxın, bura S1 deyirəm, bərabərdir. Baxaq, S1'imiz olacaq, 5-i mən neçəyə vurmalıyam? 20'yə. Vursam neçə metr olacaq? 100 metr. Bu cisim 5 saniyə ərzində 100 metr yol gedib. Bəs ikinci cisim nə qədər yol gedib? Baxın, həmin 5 saniyə ərzində. Təbii ki, yenə nəyi tapmalıyıq biz? Fiqurun sahəsini. Bu hissənin sahəsini tapsaq, burada S2 deyək. 2-də 1 vurulsun 5 vurulsun 60 olacaq. Bunlar getdi. Bu da neçə metr yol gedib? 150 metr yol gedib. Nə qəşəng. İndi bunların aralarındakı məsafəni tapmaqdan ötürü 5 saniyədə S1 plus nə yazacaq? S2. Yəni 150 plus 100
bərabərdir. Neçə olacaq? 150-nin üstündən 100 gəlsəm, mənə verəcək 250 metr. Deməli 5 saniyə sonra bunların arasındakı məsafə 250 metr olacaq. 45-ci testdə deyilir, sürət zaman qrafikinə əsasən cismin ilk 6 saniyə ərzində getdiyi yolu tapın. İlk 6 saniyədə ərzində getdiyi yolu tapmaqdan ötürü əvvəlcə biz bilməliyik ki, bu cismin təcili nə qədərdir? A bərabərdir. V minus V0 bölünsün T'dir. V0 nəyə bərabərdir? 0-a. Onda bizə nə qalacaq? 10 vurulsun. 10 minus 0 bölünsün T'də neçədir? 4'dür. Bizə qaldı 2,5 metr bölünsün saniyənin nəyi? Kvadratı. Bəs bizə desələr ki, nə qədər yol gedib? S bərabərdir. Yolun düsturu necə idi? Başlanğıc sürət zaten 0'dır. AT kvadrat bölünsün 2'dir. A'mız neçədir? 2,5 vurulsun. T6'dır kvadrat 36 bölünsün 2 bərabərdir. Bunlar getdi. 18 vurulsun 2,5. Yəni 5 vurulsun 45 9 deməkdir. Daha doğrusu deməli 5 vurulsun 9, yəni 45 deyəcəyik də. 45 metr yol getmiş olacaq. Doğru cavab nədir? 45 metr olur. Davam edək. Növbəti testimiz 46-cı testdir. 46-cı testdə deyilir, düz xəttli hərəkət edən iki maddi nöqtənin sürətinin proyeksiyası zamanında asılılıq qrafikləri verilmişdir. Nə deyir? Başlanğıc koordinatları eynidir. K nöqtəsində uyğun zaman anında. Biz bilirik ki, az olsa qrafiklər kəsişdiyin, əslində bunun səbəblərini araşdırmaq lazımdır. Amma ümumilikdə bilirik, əgər cisim iki müxtəlif cisimlər dəyişən sürətdə hərəkət edirsə, fərqi yoxdur, ümumiyyətlə hərəkət edirsə və qrafikləri verilib, sürətin zamanı asılı qrafiki verilibsə, cisimlərin qrafiklərinin kəsişmə nöqtəsinə qədər olan hissədə cisimlər necə hərəkət edəcək? Bir-birinə uzaqlaşacaq. İndi burada uzaqlaşma, yaxınlaşma məsələsi deyil, sadəcə eyni istiqamətdədir, yoxsa əks istiqamətdədir onu. Birinciyə baxırıq, birinci cisim x-ox istiqamətində bərabər yeniləşən, ikinci cisim isə x-oxun istiqamətinə bərabər yavaşlayan. Hər ikisi x-ox istiqamətinə deməli nədir? Eyni istiqamətlidir. Biz bilirik ki, qrafiklər kəsişli nöqtədə görüşmüş hesab olunmur, bu yanlışdır. Cisimlər arasındakı məsafə 0'dır, bu da yanlışdır. Görüşək ki, 0 olsun. Cisimlərin sürətlərin qiymətləri eynidir. Bəli, test K anında cisimlərin sürət qrafikləri kəsişdiyinə görə kəsişmə nöqtəsində cisimlərin sürətləri bir-birinə bərabər olacaq. Doğru cavab 2 ilə 4 oldu. Növbəti test 47-ci testdir. Düz xəttdə hərəkət edən A və K cisimlərinin sürətlərinin proyeksiyasının zamanı asılı qrafiklərinə əsasən aşağıdakı ifadələrdən doğru olanları seçin. Baxırıq əziz dostlar, deyir ki, cisimlər bərabər sürətdə hərəkət edir. Xeyr, sürət zaman qrafiki verilib. Birinci cisim, ikinci cisim hər ikisi yeyinləşən hərəkət etdiyinə görə burada biz bərabər sürətli deyə bilmərik. Demək, bu yanlışdır. Cisimlər bərabər təcillə hərəkət edir, əlbəttə. Cisimlər arasındakı məsafə zaman keçdikcə artır, əlbəttə. Cisimlərin sürətləri eyni olsun ki, zaman keçdikcə aralarındakı məsafələr dəyişməsin. Təəssüflər olsun ki, bu testdə nədir? Cisimlərin sürətləri fərqli oldu, ona görə zaman keçdikcə aralarındakı məsafə də təbii ki, neynəyəcək? Artacaq. Doğru cavab 3 oldu. Cisimlər arasındakı məsafə zaman keçdikcə azalır, xeyr. Cisimlər arasındakı məsafə zaman keçdikcə dəyişmir, xeyr. Doğru cavab nədir? 2 ilə 3'dür. 48. Uyğunluğu müəyyən edin. Düz xəttdə hərəkət edən cismin sürətinin proyeksiyasının zamanında asılı qrafiki verilmişdir. Aha, baxaq, 0-T1 intervalında, T1, T2 intervalında, T2, T3 intervalında. Əziz dostlar, bu tipli testlər həll edəndə əvvəlcə özümüz üçün qrafikin hissələrini analiz edək. Birinci hissədə cisim x-ox istiqamətinə bərabər sürətli. İkinci hissədə cisim x-oxun istiqamətinə bərabər yavaşlayan. Üçüncü hissədə isə cisim nədir? X-ox istiqamətinə bərabər yeniləşən hərəkət edir. Təcil vektoru sürət vektoru istiqamətində yönəlir. Təcil vektoru sürət vektoru istiqamətində yönəlməsi üçün mütləq cisim bərabər yeniləşən hərəkət etməlidir. Bərabər yeniləşən hərəkət etdiyi hissə isə nədir? Üçüncü hissədir. Yəni 3-ə gedəcək A. Təcil vektoru sürət vektorunun əks istiqamətinə yönəlir. Bu zaman cismin, belə deyək, yavaşlayan hərəkət etməsi lazımdır. Yavaşlayan hərəkət hissəsi isə nədir?
ikinci hissədir. Deməli 2-yə gedəcək B. Cisim bərabər yeyinləşən hərəkət edir. Əlbəttə 3-cü hissədə olacaq. Görürsünüz ki, sürətimiz nədir? Artır. C gedəcək. Cisim bərabər yavaşlayan hərəkət edir. Sürəti azalan hissə lazımdır. D bura getdi. Təcil 0-dır və bərabər sürətli hərəkətdə bilirik ki, təcilimiz nədir? 0. 1-ə Y, 2-yə B, D, 3-ə isə nədir? A, C olacaq. Gəldik 49-cu testə. Uyğunluğu müəyyən edin. Düz xəttə hərəkət edən cismin koordinatının zamanı asılı qrafiki verilmişdir. Grafikin OA hissəsində, qəşəng, AB hissəsində paraboladı qeyd edək və BC hissəsində. Baxırıq əziz dostlar. OA hissəsində cismin koordinat zaman qrafiki düzdür. Yəni düz mütənasib asılılıqdır. Bu düz mütənasib asılıdırsa deməli nədir? Demişdik ki, bərabər sürətli hərəkətdir və sürəti sıfırdan fərqlidir. Deməli, 1-yə nə gedəcək? B. Sonra ikinci hissəyə baxıram. İkinci hissədə necə asıldı? Kök 6. Təxminən ona bənzər bir qrafikdir. Bu hissədə demişdik ki, qrafik koordinat başlanğıcına köçsək, x istiqamətində nədir? Bərabər yavaşlayan hərəkətdir. Sürəti nə edəcək? Azalacaq. C. Bir də sürət nə deyəcək? Təcil artır. Yox, təcil sabitdir və sıfırdan fərqlidir. Y. 2-yə nə gedəcək? C, Y. Üçüncü hissəyə baxırıq. Üçüncü hissədə, əziz dostlar, diqqətlə baxsaq, x-yə paraleldir. Yəni, nədir deyəcəyik? Hərəkət etmir deyəcək. Hərəkət etmirsə, sürət nəyə bərabərdir? 0-a A. Sonra bir də nə deyəcək? Hərəkət etmirsə 0-a 0-dır. Amma təcilimiz də haradasa 0-a bərabərdir deyə bilərik. Baxaq ki, elə variant varmı? Yox, yoxdur. Deməli, 1-ə nə getdi? B, 2-yə C, Y. 3-ə nə getdi? Əziz dostlar, A variantı olacaq. Növbət testimiz 50-ci test. 50-ci testdə deyilir, sükunət halından, qəşəng, burada diqqətli olaq, biz bilirik ki, sükunət halından cisim ancaq bərabər yeyinləşən hərəkət edə bilir. Düzxəttli hərəkətə başlayan cismin, təcilimiz də müsbət olduğuna görə cisim x istiqamətinə bərabər yeyinləşən hərəkət edir. Bu hissədə diqqətlə baxaq. Ümumiyyətlə, cisim başlanğıc halda x istiqamətində hərəkət edirsə, sona qədər də yenə necə hərəkət edəcək? X istiqamətində. Yəni, burada x-oxun əksi istiqamətində hərəkət yoxdur. İndi baxaq. Birinci hissədə x istiqaməti yeyinləşən, ikinci hissə təcil 0-sa bərabər sürətdə, amma x istiqamətini. Üçüncü hissədə isə nədir? X istiqamətində bərabər sürətli deyə bilərikmi? Aha, təcilimiz. Xeyr, amma burada nə deyəcək? Daha doğrusu x istiqamətinə nə deyə bilərik? Bərabər yavaşlayan deyə bilərik. Birinci hissədə baxdı, x istiqaməti bərabər yeyinləşəndirsə, nə gedəcək? Birə C gedər. Sürəti nə edir? Modul zaman keçsə artar. İkinci hissədə bərabər sürətli hərəkətdir. Qəşəng. Deməli, bərabər sürətli A gedər. Sonra heç nə, 2-yə A. Üçüncü hissədə 2T, 3T aralığında cisim, təcilimiz mənfidirsə, deməli, nə olacaq, əziz dostlar? Yavaşlayan hərəkət olacaq da. İstiqamətini dəyişmədən, indi başlayacaq necə hərəkət eləmək? Yavaşlayan. B getdi. Deməli, 1-ə C, 2-yə A, 3-ə isə nədir? B. Baxaq görək digərlərindən varmı? Yavaşlayan deyirsə, elə Y də gedər. Çünki sürəti zaman keçsə azalacaq. Bəs D variantı hansına getdi? Cisim sükunətdə də xeyr, belə hissə yoxdur. Və əziz dostlar, bölmənin sonuncu testi, yəni C variantının sonuncu testi, sürət zaman qrafikinə əsasən qeyd olunan nöqtələrə uyğun təcilin qiymətləri arasında hansı münasibət doğrudur? Əziz dostlar, başlanğıc sürət 0-dır. Biz bilirik ki, A-nın düsturu delta V bölünsün T-dir. Qəşəng. Bu da bərabərdir, əziz dostlar, tangens alfa deyəcək. Yəni, tangens bucağı ilə necə asıldır? Düz mütənasib asıldır. Baxaq, ikinci qrafikdə tangens bucağı daha böyük, yoxsa birincidə? Tangens də birinci rübdə artdığına görə bucaq qiyməti artdığından artdıqda nədir? Öz qiymət də artacaq. Bucaq birinci 1 ilə 3 nöqtəsi olan hissələrdəkindən daha böyükdür də ikinci hissədə, ikinci nöqtədə. Bucaq böyük olduğuna görə deməli qiyməti də nə olacaq? Böyük.
İndi bizdən deyir ki, təcilin qiymətləri arasındakı münasibəti göstərin. Da A2 ən böyükdür. Amma A1 ilə A3 bir-birinə nədir? Bərabərdir. Belə bir ifadə alınacaq. Deməli A2 ən böyük, A1 ilə A3 isə nədir? Bir-birinə bərabərdir. Beləliklə əziz dostlar, növbəti video izahının sonuna çatdıq. Yəni test izahının sonuna çatdıq. Sizlərdən çox xahiş edirəm. Videonu izlədinizsə, sonda bəyənin, kanalımıza abunə olun. Heç olmaya bizdə növbəti video izahlarının keçilməsi üçün motivasiyalı olaq. Növbəti video izahlarda görüşmək ümidi ilə sağ olun əziz dostlar, özünüzdən müğayət olun.